Vaxtınız xeyir olsun değerli tamaşaçılar. Sizinlə Mətanət Əliyevadır studiyamızda. Bakı vaxtıdır. Bugünkü müzakirə mövzumuz bu günlərdə ölkədə ilk dəfə Ceyranbatan su anbarında bir neçə rəsmi qurumların birgə iştirakı ilə ilk dəfə radioloji müayinələr aparılıb. Bu müayinələrə hansı zərurət yarandı və bu müayinələrin aparılmasının məqsədi nədir? Nəticələr əldə olunduqdan sonra hansı hədəflər var, hansı işlər görüləcək və bundan başqa eyni zamanda ölkənin digər su ehtiyatlarında, mənbələrində də analoji fəaliyyətlər aparılacaqmı? Suallarımız bu istiqamətdə çoxdur. Amma suallarımıza keçmədən öncə, qonaqları təqdim etmədən öncə xüsusi vurğulamaq istəyirəm ki, sözü gedən fəaliyyət ölkədə fəaliyyət göstərən 5 qurum tərəfindən Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamenti və Azərbaycan Dövlət Su Ehtiyatı Agentliyinin nümayəndələrinin iştirakı ilə aparılıb. İndi isə qonaqlarımı sizə təqdim edirəm. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamentinin rəhbəri Cəlal Nağıyev. Cəlal müəllim, xoş gəlmisiniz. Təşəkkür edirəm Mətanət xanım. Sizi və dinləyicilərimizi salamlayıram. Və digər qonağımız isə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Radiasiya və Gigiyena bölməsinin mütəxəssisi, mühəndis Röya Rəcəblidir. Röya müəllim, xoş gəlmisiniz. Çox sağ olun. Salam əleyküm hamımıza. Çox xoş doğru gəlmişim. Cəlal müəllim, az əvvəl də qeyd etdim, ölkədə ilk dəfə belə bir işə imza atmısınız. Bu işi həyata keçirmək üçün hansı zərurətlər ortaya çıxmışdı? Niyə belə bir fəaliyyətə imza atıldı? Və əldə olunan, əlbəttə ki, monitorinqin nəticələrindən sonra hansı işlər görüləcək? Hədəflər nədir? Verilişin girişində də elan etdim. Su mənbələri təkcə Ceyranbatan deyil, ölkənin bir çox yerlərində, bölgələrdə su mənbələrimiz var. Həmin mənbələrdə də analoji fəaliyyət gerçəkləşəcəkmi? Buyurun, sizi dinləyək. Təşəkkür edirəm. İlk öncə bildirmək lazımdır ki, sözü gedən tədbir aidiyyəti dövlət qurumlarının iştirakı ilə baş verən tədbirin zərurəti ölkə başçısının 2024-cü il 10 oktyabr 320 nömrəli sərəncamından bu əhalimiz bunu su ehtiyatlarının səmərəli istifadəsinə dair milli strategiya sənədi bilirsiniz, bu sərəncamdan imzalanmışdı. Həmin bu sərəncam çərçivəsində tədbirlər planında aidiyyəti dövlət qurumlarına bir çox vəzifələr və öhdəliklər qoyulmuşdu ki, həmin bu vəzifə öhdəliklərinin yerinə yetirilməsi üçün aidiyyəti dövlət qurumlarından bir çox tədbirlər həyata keçirilməkdədir və zaman-zaman görülmüş işlərin hesabatlığı bir çox ictimai kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunur. Lakin bu gün bu veriliş hesab edirəm ki, həmin bu tədbirlər planının, geniş bir tədbirlər planı var bu sərəncamın icrasını yerinə yetirmək üçün. Bu tədbirlər planının 944 daha doğrusu 9455 bəndi var ki, belə adlanır, su hövzələrinin və ətraf mühitdə bir çox obyektlərin radioloji çirklənməyə qarşı mübarizə tədbirlərinin genişləndirilməsi adlı bir maraqlı bir adı var. Bu tədbirin görülən işləri biz işıqlandırmağa çalışacağıq. Həmin bu həmkarım Röya müəllimlə birlikdəki verilişimizdə. Bu sözü gedən bəndin icrası istiqamətində sərəncam verildikdən sonra bir çox dövlət qurumları kimi İnnovasiya Rəqəmsal İnkişaf Agentliyi, o cümlədən tabeliyində olduğumuz Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi olaraq biz bir çox ilk birinci fəaliyyətimiz dünyada analoji su strategiyaları varmı? Kimlər belə bir milli su strategiyalarını imzalayıb? Dünya təcrübəsini öyrənməyə başladıq və aidiyyəti dövlət qurumları digər qabaqcıl dünya praktikasında bunları öyrənməyə başladıq. Gördük ki, bu məsələdə biz ilk deyilik. Bir çox ölkələr bu istiqamətdə əhəmiyyətli işlər görüblər. Dünya praktikasını öyrənərək və gördük ki, qurum olaraq müəyyən bir imkanlarımız var. Bu vaxta qədər də bu istiqamətdə işlər görmüşük. Lakin müasir dünya ehtiyaclarına cavab vermir. Və bunu
nəzərə alaraq həmən Atom Enerjisi ilə Beynəlxalq Agentliyi ilə bir milli layihə yazdıq. Birlikdə texniki əməkdaşlıq layihəsi. Həmən bu layihə hökumətimiz tərəfindən dəstəklənərək təqdim olundu Atom Enerjisi Beynəlxalq Agentliyə. Hörmətli dinləyicilərimiz bu qurumu MAGATE deyə də bəzən tanıyırlar. Bu AEBA-ya təqdim olunduqdan sonra bu layihə milli layihə başlanıldı. Kifayət qədər büdcəsi olan bir layihə. Layihə belə adlanırdı ki, Azərbaycanda radioaktiv və nüvə materiallarının analizi üzrə milli imkanların genişləndirilməsi. Fikir verirsiniz, adı genişləndirilməsidir. Çünki niyə? Bu vaxta qədər, o layihə başlayana qədər də Azərbaycanda bu istiqamətdə təbii ki, işlər apardırdı. Lakin müəyyən bir çatışmazlıqlarımız, kadr xüsusən istiqamətində, hazırlıq istiqamətində ehtiyaclarımız var idi. Çatışmazlıqlarımızın aradan qaldırılması həm maddi texniki təminat, avadanlıq və kadr hazırlığı istiqamətində AEBA-nın dəstəyini aldıq və həm də dünya praktikası, qabaqcıl praktikanı öyrənmə imkanımız oldu bu layihənin icrası müddətində. Yəni müasir Artıq texnoloji avadanlıqlar aldıq və bu proses zamanı sizin sualınıza bir daha qayıtsaq, ötən ay may ayında, cari ilin may ayında aidiyyəti dövlət qurumları ilə aldığımız bu layihə çərçivəsində aldığımız praktika, bilirsiniz ki, Cənab Prezident yanında rəqəmsal transformasiya istiqamətində rəqəmsal texnologiyaların, innovasiyaların və rəqəmsal hökumət istiqamətində bir çox sahələrdə böyük bir sıçrayışlı bir yol xəritəsi qoyulub, sıçrayışlı bir inkişaf dinamikası getməkdədir və biri də bir çox qurumlar hazırki fəaliyyətlərində radioloji tədqiqatlar, radiasiya təhlükəsi üzrə analizlər aparırlar. Lakin etiraf eləmək lazımdır ki, həmin bu bəzən tədqiqatlar ənənəvi metodlarla və yaxud əlimizdə olan ki, texniki imkanlarla aparılmaqdadır. Lakin müasir çağırış, tələblər, dövrün tələbləri bütün bunların rəqəmsal həllərini tələb edir. Çevik qərar qəbul etmək üçün bilirsiniz ki, ətraf mühitdə hər hansı bir parametri ölçəndə, misal üçün söz gedən sahə təlimlərində biz onu gördük aidiyyəti dövlət qurumları ilə. Hesab edin ki, ən sürətli laboratoriyaları belə bir real həyatda tamaşaçılarımız üçün də aydın olsun deyə bunu anlaşılır dildə desək, deyək ki, bizim verilmiş bir göl var. Bu gölün hər hansı parametrə görə çirklənməsinə görə araşdırılması tələb olunur laboratoriyadan və yaxud aidiyyəti dövlət qurumundan. Bu prosesi təşkil eləmək, nümunə götürmə prosesi, laboratoriya analizləri və yekun hesabata çıxana qədər ən sürətli laboratoriyalarda, ən çevik laboratoriyalarda bəzən bu günləri alır. Söhbət içməli su resursunun radioloji və yaxud çirklənməyə qarşı analizindən gedirsə, burada axı su həmən əhaliyə verilən bir sudur. Yəni hər dəqiqə istifadə olunan bu resursdur. Dayanmadan, mütəmadi. Tamamilə doğrudur. Burada çox çevik, yəni günlərə hesabatın bir neçə gün və yaxud bir gün gözləmək kimi çox akretiv olmalı bir şansımız yoxdur. Ona görə biz məcburuq dünyadan müasir yanaşmaları anında rəqəmsal həlləri gətirmək və bu zərurəti görərək İnnovasiya Rəqəmsal İnkişaf Agentliyi olaraq innovativ bir çox radioloji ölçüləri yerindəcə ölçən və aldıqları dəyərləri rəqəmsal həllər vasitəsilə qərar qəbul etmə mərhələsində olan texnologiya, belə deyək, idarə etmə mərkəzinə anında ötürü rəhbərlik. Kimlərsə bu qərar qəbul edəcək ki, bu içməli suyu əhaliyə vermək olar və yaxud təmizləməyə göndərmək lazımdır və yaxud dayandırmaq lazımdır. Aidiyyəti qərar qəbul edən şəxsə hesabatlığı 3 gündən sonra yox, anında tətbiq etmə yollarını aidiyyəti dövlət qurumlarının əməkdaşlarına bir hesab elədik ki, ölkəmizdə təlimə ehtiyacı var. Bu madam ki, İnnovasiya Rəqəmsal İnkişaf Agentliyi olaraq
biz bu imkanlara çatmışıq. Bunu həmkarlarımızla da bölüşmək zərurəti duyduq və may ayında belə bir təlimi həyata keçirdiyi bu prosesin texnoloji sahədəki vəziyyətlə bağlı bir birlikdə bir sahə təlimini apardıq. Birlikdə gördük, götürdük, öyrəndik. Çox uğurlu hesab edirəm bir təlimimiz oldu. Cəlal müəllim, arzu etdiyiniz zaman çərçivəsində hədəflədiyiniz nəticəni əldə edə bildinizmi? Çox qısa. Bəli, biz təlimdə göstərə bildik ki, nümunə götürmək zamanı anında bunun üçün xüsusi texnoloji sualtı dronlar, dron texnologiyasından və yer su üstü radioloji ölçü avadanlıqlarını tətbiq elədik. Avadanlıq su üzərində və yaxud su altında hərəkət eləyərək suyun radioloji dəyərlərini və yaxud hər hansı mümkün ehtimal olunan çirklənmə varmı, yoxmu, suda olarkən ölçü avadanlığı artıq nəticələrini, ölçü nəticələrini rəqəmsal həllər vasitəsilə anında operativ qərar qəbul etmə mərkəzinə ötürə bilirdi və bunun mümkünlüyünü göstərə bildik. Biz verilişin gedişində monitorinqin nəticələri ilə bağlı hansısa təhlükələr, risklər və digər fəaliyyətlə bağlı, növbəti monitorinqlə bağlı suallarımızı ünvanlayacağıq. İndi izninizlə Röya müəllimə sözümüzü verək. Təkrar xoş gördük. Sağ olsun, çox sağ olsun. Və bax bu fəaliyyətin reallaşdırılmasına zərurət nə idi? Təmsil etdiyiniz qurum da burada yaxından iştirak edib, Səhiyyə Nazirliyi və hansı məqsədlər, hansı zərurətlər, hansı hədəflər var və nələri düşünürsünüz reallaşdırmaq yaxın gələcəkdə? Buyurun, sizi dinləyək. Çox sağ olsun, xanım, minnətdarım sizə. Deməli, Cavab mənim çox gözəl danışdı. O mənim yadımda qaldı. Bəzi məqamlara mən qayıdacağam. Elə verdiyim suallar da onlardan olacaq. Replikalarım da onlardan olacaq. Öncə deməli Səhiyyə Nazirliyinin Respublika Gigiyena Epidemiologiya Mərkəzinin deməli radiasiya gigiyenası bölməsinin təmsilçisiyəm mən, mühəndisəm. Deməli bizim işimiz əsas iki qanuna arxalanır. Birincisi Azərbaycan Respublikasının qanunu, sanitariya epidemioloji salamatlıq haqqında qanundur. İkincisi də əhalinin radiasiya təhlükəsizliyi haqqında qanundur. O qanunlarda yazılan deməli radiasiya, əhalinin və personalın radiasiya təhlükəsizliyi, ümumiyyətlə ölkənin radiasiya təhlükəsizliyi o qanunlarda təmsil olunur və biz bizim işimizi, biz praktiki işimizi o qanunlar əsasında qururuq. Bir avları Cavab mənim gözəl danışdı. Bu axırıncı mənə keçirilən mənə təlimdən. Mənim yadımdadır ki, 14-cü ildə mən Moskvada kursdaydım. AEBAN kursundaydım, Moskva Dövlət Universitetində. Orada yoldaşlar var idi. Özü də kafedra müdürü Azərbaycanlı idi. Orada yaşayan idi, Ramiz müəllim. Deməli, onlarda Cavab müəllim, o sizdə olan dronun belə köhnə arxaik bir formasında dron var idi və onlar özlərini tərifləyirdi. Bir avarı siz danışanda mən fikirləşdim ki, heyf ki onlar indi burada deyirdilər. Ceyran Vatan yanında deyir. Onlar görərdilər ki, bizim işlətdiyimiz dron, bizim işlətdiyimiz, ümumiyyətlə bizim kollektiv, bizim deməli mütəxəssislər heç onlardan geri qalmır və biz çox gözəl keçirdik o yoxlamanı ilə dronun özünün işləməsini. Sonra keçmək istəyirdim o yenə də bir nədə məsələyə. Ümumiyyətlə Avropanın və dünyanın ən qabaq gedən ölkələrində deməli ərazinin radioloji monitorinqi birinci yerdədir. Çox vacib şeydir. Orada deməli Avropa ölkələrində, Amerikada orada ümumiyyətlə bu dövlət proqramıdır və oralarda radioloji bütün ölkə ərazisinin radioloji xəritəsi işlənilir və təqdim olunur. Düzdür, elə yerlər var ki, oraya lazımdır, İsveçrənin dağları lazımdır, amma yenə də bizdə isə bu iş
sözü doğrusu əvvəllər aparılmışdı SSR-in vaxtında. Orada Moskvadan gələn bir komissiya var idi, adı Kolçovskaya ekspedisiya. Onlar da nə yoxlayıblar, yoxdur. Məndə yazılıb 157-yə qədər şey tapıblar. Amma onları çoxsunu o vaxt var, anomaliya var. Onların əksəriyyətini o vaxt var yerdən götürdülər və onlar gedəndə özləri ilə aparıblar bütün şeyləri. Hesabatları özləri ilə aparıblar. İndi sağ olsun bizdə akademiyada, Geologiya İnstitutunda Çingiz müəllim, onda 154 dənə şey olub, anomaliya olub. Onların əksəriyyətini o vaxtları yerdən götürə bilirlər. Bəli, həmin o ekspedisiyanın əsas məqsədi sənaye istiqamətli yataqların axtarışı. Əslində, yəni həmin dövrdə 54-cü ildə tək SSR-də yox, həm də bir çox dünyanın bir çox ölkələrində ekoloji yönümlü düşüncələr çox da deyil idi, açıq etiraf eləsək. Yəni ekologiya daha az verilir, önəm verilirdi. Öncə qoyulmuş planın yerinə yetirilməsi, hədəflərə çatmaq, bilirsiniz ki, bir çox ölkələrdə var idi. Yəni düşüncə orada o ekoloji insanların ekoloji durumunun qiymətləndirilməsi, təsir, zərərliyi yox, daha çox ehtiyatların, neft yataqlarının və digər faydalı qazıntıların axtarışı məqsədli idi o ekspedisiya. Lakin o bizə çox həm də həmin o tədqiqatlar, həm də bizə bu gün əvvəl vəziyyət necə olub ölkə ərazimizdə, xüsusən Abşeron yarımadasında bu qiymətli istinad olunacaq mənbədir, etibarlı mənbədir. Bəli, indi bu birinci yerdə. Ona görə biz indi müstəqillik SSR-in vaxtında hər hansı bir SSR ya Çernobılda ya da Çelyabinskdə avariya qəza olanda əhaliyə heç nə deyilmirdi və bura həm çirklənmiş buludlar gəlirdi, çirklənirdi ərazilər. Təkcə biz yox, dünya SSR. Amma indi biz müstəqilik, öz vətənimiz var. Bu vətənin torpağı bizim torpağımızdır. Sözə qüvvət tamaşaçılarımız üçün bəlkə də yeni bir fakt ola bilər. Çernobil qəzası baş verəndə təxminən 36 saat sonra SSR hökuməti bunu etiraf eləməyə məcbur oldu. Lakin ilk bu məcburiyyət neyin qarşısında yarandı? Artıq SSR hökumət tərəfindən SSR rəhbərliyi bunu rəsmi şəkildə elan eləyənə qədər artıq Norveçdə portal monitorlar deməli erkən, mən bu az sonra əgər söz verərsə bu haqqda da danışmaq istəyirəm. Artıq ölkəmizdə bu istiqamətdə də bir tendensiyaya başlamışıq. Erkən radioloji xəbərdarlıq sistemini elə o vaxtı Norveç hökuməti qurmuşmuş özü üçün. Bir çox Pribaltik ölkələr, Avropa ölkələri artıq qurmuşlar və məhz həmin o erkən radioloji xəbərdarlıq sistemi vasitəsilə Çernobylün qəzası aşkar olundu. Daha sonra SSR-ni məcbur etməyə, etiraf etməyə, əks halda bəlkə də o Pripyatdakı o may, xatırlayırsınız, hadisə 26-sı baş vermişdi, mayın 1-də isə parad olmuşdu. Bəlkə də daha acınacaqlı məsələ ola bilərdi SSR-nin öhdəsinə qalardı. Bizim bəxtimiz gətirib ki, o günlərdə, o aylarda külək şimaldan cənuba, yox cənubdan şimala əsib və hər şey gedib yuxarı, aşağı. Cəlal müəllim, monitorinqlərin nəticələri əldə varmı? Təbii ki, apardığımız nə nəticələr əldə etmisiniz? Buyurun. Əslində apardığımız həm təlim, həm də ilk dəfə dediyiniz kimi zaman-zaman keçmiş həm Azərsu dövründə, həm də Atsiyanın hazırki fəaliyyəti dövründə içməli su standartının göstəricilərinə görə bu gün əhaliyə verilən su həmin bu standartlara uyğun verilir. Əgər həm tamaşaçılarımız üçün də maraqlı olarsa, AZI standartının içərisində içməli suya görə səhv 929 nömrəli AZI standartıdır, 35-935. Bu standartda bir parametrlərdən, yol nəzarət olunan parametrlərdən biri də radioloji göstəricilərə görə cəm alfa və cəm beta aktivliyinə görə bir nəzarət olunan parametr var. Bu gün əhaliyə verilən su, Ceyranbatan su anbarından verilən suyun analizləri göstərir ki, bəli, bu standartlara uyğundur. Yol verilən hədləri, təhlükəli hədləri aşan dəyərlərə aşkar etməmişik. Lakin etmək istədiyimiz təlimin məqsədi heç də bu gün
suyun radioloji dəyərlərini ölçmək deyil idi. Təbii ki, bu həm də hədəflərimizdən biri idi və əslində bu təlimin mən səmimi olaraq demək istəyirəm ki, bu əgər bilirsiniz ki, dünyamız elə bir dövrdən keçirik ki, bir çox ölkələrin nüvə təhdidləri, nüvə silahına malik olan ölkələr bəzən təəssüf ki, nüvə təhdidlərindən danışırlar. Bir çox atom elektrik stansiyalarında qəzalar faktları regionumuz üçün, yəni atom elektrik stansiyalarındakı qəza baş verəndə, Röya mənim biraz öncə danışdı, bunun radioloji qəzanın sərhədləri ölkənin sərhəddində və yaxud AES-in sərhədlərində qalmır. Bu çox böyük regiona yayılmış olur. Bunu Fukushima atom elektrik stansiyasındakı qəzadan, Çernobıl və yaxud Three Island ABŞ-dakı olan qəzaları misal göstərmək olar. Və biz bu gün də, biz yox, dünya əhalisi bu gün də radioloji qəzalardan biz sığortalı deyilik. Deyək ki, nüvə silahlarının tətbiqi biraz utopik səslənir, amma bu da bunun da ehtimalı az da olsa nəzərdən keçirilə biləcək bir hesab edirəm. Bizim məqsədimiz aidiyyəti dövlət qurumları olaraq əhalimiz rahat olması lazımdır hesab edirəm ki, aidiyyəti dövlət qurumları belə hallara hazırlıqlı olmalıdır. Həm maddi texniki təminat nöqteyi nəzərdən, həm ixtisaslı kadr, milli kadrlar nöqteyi nəzərdən biz bu problem baş verməmiş öz su hövzələrimizdə çox operativ analiz etmə qabiliyyətlərimiz varmı? Hadisə baş verəndə bilirsiniz ki... Yəni bu həm də bir test olur. Eynən. Bilirsiniz ki, Azərbaycan Cənub Qafqaz ölkələri içərisində su ehtiyatlarına görə ən kasad ölkələrdən biridir. Bizim su ehtiyatlarımızın yalnız 28% ölkə sərhədləri daxilində formalaşır. 72% isə transsərhəd çaylarından qidalanırıq içməli su resursları. Yəni bu demək ki, 70% sularımız xarici ölkələrdə qonşu Ermənistan, Gürcüstan və Rusiya ərazisində formalaşaraq ərazimizə, Türkiyə ərazisindən keçərək bizə gəlir və radioloji qəza baş verəndə bütün bu su hövzələrimiz və o cümlədən su tutarlarımız radioloji bu və ya digər dərəcədə çirklənməyə məruz qalacaq. Biz operativ olaraq bunları ölçə biləcəyikmi? Və haliyə lazımı keyfiyyətdə təmizlənmiş suyu verə biləcəyikmi? Bax, bunun operativ radioloji yoxlanma və reaksiya, zəruri cavab tədbirləri görmə bacarıqlarımızı göstərdik. Hesab edirəm ki, mən çox Röya müəllim demişkən qürur vericidir ki, biz kifayət qədər bu məsələlərə istiqamətində bacarıqlara malikik. Lakin soruşarsınızsa, yetərlidirmi bu bacarıqlar? Yox. Biz elə işə davam eləməliyik, daha çox öyrənməliyik. Cəlal müəllim, mən söylədiklərinizdən yola çıxaraq deyə bilərəm ki, inşallah ki, belə bir zərurət yaranmaz, amma yaranarsa çox operativ, peşəkar kadrlarımız növbəti müayinələri qısa bir şəkildə eləyə bilərlər. Gələk hədəflərə. Hansı hədəflər durur qarşınızda və bundan sonra ölkənin digər su mənbələrində də analoji fəaliyyətlər ediləcəkmi və ediləcəksə nə zaman? Bizim Gigiyena Epidemioloji Mərkəzində təkcə mən təmsilli olmamışam bu komandada. Həm də bizdə deməli kommunal şöbə var. Şöbədə mütəxəssislər də bu işdə iştirak edirlər. Keçən yay biz çox həyəcan keçirdik. Cənub rayonlarında hamımız tökülmüşdük ora. Monitorinq aparırdıq 12 gün ərzində və Allahdan yalvarırdıq ki, külək şimaldan cənuba əssin. Şükürlər olsun 12 günün 9 gün, yaxşı yadımda 9 günü şimaldan əsirdi. Bir gün əsmədi. 2 gündə cənubdan şimala belə sakit belə külək doğrusu qorxulu döyürdü. Biz o həyəcanı keçirtdik cənub rayonlarında. Çernobılda o qəza baş verəndə bizi saxlayan o oldu ki, küləklər şimala tərəf əsirdi, şimal-qərbə tərəf əsirdi. Bizim mərkəzin həm avadanlığı var, həm bu yaxınlarda biz laborator avadanlığı da almışıq. Bizdə o daimidir. Plan üzrə, Səhiyyə Nazirliyindən bizə buraxılan plan üzrə biz hər ay rayonlarda oluruq, su və su ətrafında olan torpaq nümunələrini getiririk laboratoriyaya. O iş daimi aparılır. Radioloji müayinələr. Bəli, həm də radioloji. Sizi dinləyək Cəlal müəllim, buyurun. Bu istiqamətdə təkcə su ehtiyatlarının
istifadəsi üzrə, səmərəli istifadəsi üzrə milli strategiya yox, həm də işğaldan azad olunmuş ərazilərə böyük qayıdışa dair dövlət proqramı, birinci dövlət proqramı çərçivəsində aidiyyəti dövlət qurumlarının tədbirlər planında, sözü gedən sərəncamın tədbirlər planında 6.1.1 nömrəli bir bənd var. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışa dair əhalimizin böyük köçünə qədər bu ərazilərin, o cümlədən içməli və digər texniki su hövzələrimizin bir çox parametrlərə görə yoxlanılması, o cümlədən radioloji yoxlanılması, yəni radiasiya çirklənməsinə məruz qalıbmı bu həmin su mənbələri işğal dövründə 30 illik düşmən bilirsiniz ki, orada bilərəkdən, qəsdəndən müəyyən çirklənmə törədib. Bəzi hallarda isə bilməyərək də bunun dolayı sənaye fəaliyyəti ilə, qeyri-qanuni sənaye fəaliyyəti ilə məşğul olması nəticəsində ətraf ərazilər, o cümlədən su hövzələri müəyyən çirklənmələrə məruz qala bilərdi. Bəzi hallarda da biz onları görürük. Bax, bunların böyük qayıdış proqramında bu bəndin mənası oydu ki, bunu hesab edirəm ki, həmkarlı əhalimiz, dinləyicilərimiz bunu razılaşarlar ki, bunu böyük qayıdışı həyata keçirən köçən əhalimiz öz köçdüyü ərazinin radiasiya təhlükəsizliyi və yaxud hansısa kimyəvi çirklənməsinin yoxlanılması əhalinin üzərinə qoyulmamalıdır ki, hökumətimiz bunu doğru olaraq da bunu əhalimizin üzərinə yox fikir verirsə, bəzən şikayətlənirik ki, köç prosesi ləng gedir. Əslində bu ləng kimi görünən prosesin arxasında bütün köçürülən ərazilər, bütün köçürülməzdən köçürülməyə məruz qalan ərazilər öncə aidiyyəti dövlət qurumları tərəfindən xüsusi proqramlar çərçivəsində təmizliyinə əmin olunduqdan sonra, təhlükəsizliyinə əmin olduqdan sonra köç prosesi həyata keçirilir. Belə ki, nə etmisiniz sualı əgər olarsa ki, bu vaxta qədər işğaldan azad olunmuş ərazilərdə həmin bu proqram çərçivəsində işçi qrupumuz var. Məhz bizim agentlik tərəfindən, İnnovasiya Rəqəmsal İnkişaf Agentliyi tərəfindən işçi qrup çərçivəsində 155 içməli su mənbəyini analiz etmişik. Məhz işğaldan azad olmuş ərazi. Bu yalnız 10 rayon ərazisindədir. 155 içməli su mənbələrinin içərisində bəzi təbii hövzələr var ki, bunların daimi istifadəyə yararlılığı, hansılar ki, yol verilən hədləri aşır. Bunlar çeşidlənib aidiyyəti dövlət qurumlarına məruzə olunub. Belə su mənbələri daimi istifadə üçün əhaliyə icazə verilmir, nömrələnir və xüsusi nəzarət altına götürülərək nəzarət olunan su mənbələrdir. Lakin əhalimiz bilməlidir ki, dilbər güşəmiz olan Qarabağ su zənginliyinə görə və suyun çeşidliyinə görə çox perspektiv vəd edən görünən şəhərə nə bələdçi, zaten Qarabağda doğulanlar və ora gedib səfər edənlər bunu öz gözləri ilə də görürlər. Lakin radioloji parametrlər elə parametrlərdir ki, bunlar gözlə görünmür, ilə hiss olunmur. Bunun üçün aidiyyəti dövlət qurumları olaraq bizim kimi qurumlar, işçi qrupun tərkibinə daxil olan digər qurumlar öz vəzifə öhdəliklərini yerinə yetirməliyik ki, bizdən bu tələb olunur və biz də bu hesabatlığı hər rübli olaraq işçi qrupun hesabatlığı olur. Götürülmüş su nümunələri analiz olunaraq bunların coğrafi koordinatları, suyun dəyərləri, yol verilən həddi aşan dəyərlər olan sular varsa, aidiyyəti dövlət qurumlarına bunlar məruzə olunaraq müvafiq cavab tədbirləri görülür ki, əhalimizin süfrəsinə belə sular düşmüş olmasın. Əhalimiz bununla məşğul olmalı deyil ki, hərə öz su mənbəyini analiz etməməlidir. Lakin kimdəsə bəlkə də bu sözləri danışarkən hansısa vətəndaşımızda belə bir sual olursa, qoyub yox, görəsən mən həyətimin kənarında olan bulaqdan mən su içirəm. Onları da Cəlal müəllimgil, Röya müəllimgil ölçüblərmi? Əgər belə bir şübhələr varsa, məmnuniyyətlə bu məsələyə də açığıq. Biz İnnovasiya Rəqəmsal İnkişaf Agentliyi olaraq belə xidmətimiz var. Vətəndaşımızın
istifadəsində olan ola bilsin, şəxsi təsərrüfatında istifadə olunan quyu, arteziyan suları və digər təyinatlı suların radioloji çirklənməyə məruz qalıb-qalmamasını yoxlamaq üçün analizlərimiz də var. Məmnuniyyətlə vətəndaşımızın qulluğunda yox. Siz bir fakt, rəqəmi qeyd etdiniz. 10 rayon ərazisində, işğaldan azad edilmiş ərazilərdə 155 su hövzəsi. Hər hansı bir su mənbəyində təhlükə ilə rastlaşdınızmı? Var idimi bir risk? Bəli. Neçəsində var idi? Bunun əgər qısa cavabını soruşursunuzsa, bəli, bunun cavabı bəlidir. Bilirsiniz ki, bu sözü gedən ərazilər təxminən 17.000 kvadrat kilometr ərazidə aktiv hərbi əməliyyatlar keçirilmişdi və bilirsiniz, bir çox hərbi əməliyyatlar zamanı hərbi texnikanın tərkibində bu və digər dərəcədə radioaktiv standartlar, materiallar istifadə olunur ki, daha doğrusu hərbi texnikanın döyüş zamanı vurulması zamanı hərbi texnikanın dağılması nəticəsində onun hissələri, o cümlədən tərkibindəki olan həmin bu radioaktiv maddələr də ətraf mühitə, o cümlədən su mənbələrinə düşmə hallarını aşkarlamışıq. Məhz bizim komanda tərəfindən işğaldan azad olunmuş ərazilərdə əkin sahələrinə, o cümlədən içməli su mənbələrinin ətrafına, bəzi hallarda isə birbaşa su mənbələrinə düşmüş 4 deməli radioaktiv tullantını aşkar etmişik və aidiyyəti dövlət qurumları tərəfindən bu radioaktiv tullantılar müvafiq cavab tədbirləri görülüb. Yəni doğru şəkildə daşınaraq oradan uzaqlaşdırılıb və təmizləmə tədbirləri görülüb. Bu fəaliyyətimiz təkcə işğaldan azad olunmuş ərazilərdə yox, həm də doğma Bakımızda, Abşeron yarımadasında aparılır. Tamaşaçılarımız üçün əgər maraqlı olarsa, biz daha çox fokus olmuşuq işğaldan azad olunmuş ərazilər, düşmən görün bilin bizim ərazilərimizi necə çirkləndirib, amma Bakını sanki unutmuşuq. Bu prosesi apara-apara Bakıda da biz sınaq işləri aparmışıq. İndiyə kimi artıq 3 kifayət qədər çox yüksək aktivliyə malik olan Sovet dövründən, keçmiş Sovet dövründən bizə miras bir çox problemlər qalıb. Biri də bu sahibsiz radioaktiv mənbələrdir. Bakı ərazisində. Sumqayıt şəhəri ərazisində 2 sahibsiz radioaktiv mənbə aşkarlanıb bizim komanda tərəfindən və aidiyyəti dövlət qurumlarına məruz olunaraq zəruri cavab tədbirləri görülüb. Yəni həmin mənbələr artıq o radioaktiv tullantını yaradan amil oradan qaldırılıb təhlükəsiz yerdə saxlanılır. Birini isə son bu ilin 1-ci rübündə Qaradağ rayonunda aşkarlamışıq. Bu Milli Su Strategiyası, sözü gedən Milli Su Strategiyası çərçivəsində radioaktiv çirklənməyə qarşı, çünki bilirsiniz ki, bir çox radioaktiv maddələr sənayedə, tibbdə, səhiyyədə, elm texnikada, müxtəlif sahələrdə istifadə olunan bir maddələrdir, müxtəlif təyinatdır. Bunlar zaman-zaman nəzarət bunların üzərinə itəndə və yaxud həmin onun avadanlığı köhnəlib, utilizasiyaya gedəndə bəzən yaddan çıxarılıb bu radioaktiv maddələr, standartlar da bu cihazla birlikdə utilizasiya olunur. Metal yığım məntəqələrinə düşə bilir ki, və bundan sonra da əgər bilmirlərsə o belə metalların içərisində radioaktiv material, tullantının içərisində radioaktiv material ola bilər və bu həmin müəssisənin ərazisinə, təsərrüfatına, bəzən isə yaxınlığında yerləşən ərazilərə sıza bilir, ola bilir. Bunun məqsədimiz belə hallar varsa bunu aşkarlamaq və zəruri cavab tədbirlərini görməkdir. Bu ilin yanvar ayında da aşkarladığımız belə bir hal idi ki, bu da aidiyyəti üzrə təmizlənərək xoşbəxtlikdən öhdəsindən uğurla gəldik kiçik qrup çərçivəsində. Cəlal müəllim, zamanımızın sonuna yaxınlaşırıq verilişimizin. Amma bəzi suallar var, hansı ki, onlara xahiş eləyəcəm, qısa da olsa cavab alaq. Hədəflərimiz var, planlarımız var, onlar haqqında. Planlarımız elə çoxdur ki, xanım, bir yarım saatda lazımdır danışmaq. Yəni, Cəlal müəllim, daha hansı böyük su mənbələrinin adını çəkə bilərsiniz ki, yaxın gələcəkdə orada da analoji işlər görəcəksiniz? Təşəkkür. Bəlkə sizi dinləyək, yoxsa Cəlal müəllim? Mən bizi markalıyım, bu proqram, böyük qayıdış proqramı. Biz Cəlal müəllimlə 2021-ci ilin martda
Zəngivana getdik. Hələ ermənilər oturmuşdu hələ şeydə. Adı nədir? Xankəndini ermənilər və bizi ruslar buraxdı şeydən, keçirtdilər. Laçın hələ neytral zona idi. Ruslar oturmuşdu. Biz o vaxtdan monitorinq aparırıq. Monitorinq elə şeydir ki, bir dəfə elədin və çıxdın, getdin, alınmır. Daimi aparılmalıdır. Mütəmadi, Və bilirsiniz, əgər biz suyu monitorinqindən danışırıq, biz suyun ətrafında olan biz ona sanitar zona deyirik. Həkimlər ona sanitar zona deyilir. Harda ki, o su mənbəyi o suyu alır. İndi biz onunla monitorinqdə keçirməliyik, o ətraf əraziləri. Ona görə bu bilirsiniz, belə iş çoxdur, işimiz çoxdur. Hansı mənbələrin adını çəkə bilərsiniz? Mətə xanım, bu proqram çərçivəsində işğaldan azad olunmuş ərazilərdə Xaçınçay su anbarında, o cümlədən Qaragöl və Alagöllərdə Kəlbəcər və Laçın rayonu ərazisindəki olan içməli su mənbəyinin kimi istifadə olunan, hazırda istifadə olunan bu mənbələrdən bir çox çaylarda Həkəri çayı və bir çox Bərgüşad çayı, o bilirsiniz ki, Oxçuçaq təəssüf ki, kimyəvi çirklənməyə məruz qalıb, ciddi şəkildə çirklənməyə həm də məruz qalıb. Həm də Oxçuçayda. Bəli, molibden kombinatından. Ha belə Araz və Kürçayda daxil olmaqla, Mingəçevir su anbarı da daxil olmaqla bir çox kanallarımız və içməli su mənbəyi kimi bu su anbarı istifadə olunur. Bilirsiniz ki, ölkə ərazisində, yəni daha çox fokusumuz bu an üçün resurslarımızı nəzərə alaraq fokus olduğumuz işğaldan azad olunmuş ərazilərdə su hövzələridir, adını sadaladığım su hövzələri və bununla yanaşı həmçinin Araz çayı üzərində ki, bir çox anbarlar, Xudafərin yeni tikilən su anbarının suyu və digər başqa su hövzələri diqqətimizdədir. Lakin dünyada bu işlər necə görülür? İnsanlar, yəni Röya müəllim haqlı olaraq dedi ki, əgər biz ənənəvi Sovet metodologiyası ilə hansısa dövlət qurumundan hesab eləsin, yəni biz bunu bu gün necə aparırıq? Hansısa ezam əməkdaşlarımızı göndəririk, çayın radioloji monitorinq eləmək üçün 3 gün, 5 gün ola bilsin, 1 həftə müddətində ezam olunurlar, müvafiq avadanlıqlarla nümunə götürmə prosesini götürürlər və ondan sonra nümunələr gətirilir, laboratoriyada analiz olunur, cavablar çıxır. Bəs qayıtdıqdan sonra, çirklənmə qayıtdıqdan 3 gün sonra baş verir. Yəni biz hər gün bu işi görə bilmirik. Əlbəttə. Bəs bu proses nümunə götürmə prosesindən 1 saat sonra çirklənmə baş verərdisə və yaxud 1 həftə sonra baş verərsə, onda nə olacaq? Belə bu an üçün məlumatsızıq, doğrumu? Yəni o deməkdir ki, biz dayanıqlı, kəsilməz monitorinqləri apara bilirik. Daimi. Lakin dünya bu an üçün nə edir? Bunun dünya praktikasında bu proseslər rəqəmsal olaraq artıq çoxdan bir çox qabaqcıl ölkələr bu prosesi fasiləsiz olaraq rejimdə 7/24 aparır. Bunun üçün dünya praktikasını öyrənərək artıq bu il hədəflərimizə İnnovasiya Rəqəmsal İnkişaf Agentliyi olaraq və bayaq az öncə dedim ki, su hövzələrimizin 72% transsərhəd çaylarıdır. Yəni Kür, Araz, Qabırlı, Samur Abşeron kanalı fikir verirsə, ölkəmizin xaricində formalaşaraq ölkəmizə daxil olanlardır və əgər hər hansı bizdən asılı olmayaraq, iradəmizdən asılı olmayaraq öz dövlət qurumlarımız aidiyyəti ölkə ərazimizdəki radioloji çirklənməyə nəzarət eləyir, sadaladığımız sözü gedən sərəncamlar çərçivəsində tədbirlər planlanır. Bəs ölkə sərhədlərimiz xaricində çirklənmə baş verərsə və bu çirklənməni biz anında radioloji nöqteyi nəzərdən aşkarlaya bilirik sualına cavab vermək üçün bu gün bu prosesə nəzarət etmə müəyyən mexanizmlərimiz var. Mənə görə bu yetərsizdir. Mən bu qurumun üzərində rəhbəri olduğum üçün və bu məsuliyyəti ən çox da çiynimdə hiss edən adam kimi artıq bu keçən ilin rəhbərliyimə buradan təşəkkür eləmək istəyirəm ki, bu çağırışımıza dərhal anladı və önəmini anlayaraq həmən buna maliyyə tapdı və bunun üçün agentliyimizin bütün resurslarını səfərbər elədi. Hazırda transsərhəd çayları üzərində 7/24
radioloji monitorinq sisteminin qurulması üzrə bir layihəyə başlamışıq və bunda hazırda avadanlıqların alqı-satqısı texniki şərtlər hazırlanır, hansı tip müasir dünya praktikası öyrənilir ki, hansı tip avadanlıqlar alınmalıdır. Bu ilin sonuna qədər belə bir hədəf götürmüşük. İnşallah Allah utandırmasa bu hədəfimizə çatmağı planlayırıq. Növbəti görüşlərimizdə bəlkə də bu haqqda danışacağıq. Lakin çatdığımız artıq bir hədəfi deyim. Buyurun. Az öncə danışdım, Norveçdə quraşdırılmış erkən xəbərdarlıq sistemi. Bəli, radioloji Avtomatik Qurumumuz qeydi olunur. tərəfindən havada və torpaqda radioloji hər hansı səbəbdən çirklənmə baş verərsə, artıq 3 rayonumuzda radioloji erkən xəbərdarlıq sistemi stansiyalarını quraşdırmışıq. Bizdən başqa da aidiyyəti nazirliklərdə də bu işlər görülüb. Ekologiya Təbii Sərvətlər Nazirliyinin də belə bir stansiyaları var. Belə stansiyaların hazırda sayı Ekologiya Təbii Sərvətlər Nazirliyində səhv eləmirəmsə 10-a qədərdir. 10-dur. Biz bu sərhədləri genişləndirib daha 5-ini əlavə etmişik hazırda və bu ilin sonlarına hədəfimiz daha 20 stansiya daha əlavə etməkdir və layihəmizin sonunda isə 83, yəni hər rayonda minimum bir belə bir stansiyamız olacaq və prosesin sonunda isə bunu açıq, vətəndaşlarımız üçün açıq olan bir platformaya çevirmək istəyirik. Az öncə Röya müəllim haqlı olaraq toxundu, amma nədənsə adını çəkmədi. Bu sir deyil. Ötən ilin iyun ayında İran-İsrail ABŞ müharibəsi zamanı bilirsiniz ki, İranın bir çox nüvə obyektləri bombardman olundu və əhalimizdə, o cümlədən biz mütəxəssislərdə də narahatçılıq var idi ki, vurulan obyektlərdən üzərimizə radioloji çirklənmə gəlirmi? Bu o tərəfə qalsın. Hətta İrandan həmin dövrdə bizim bilirsiniz bir çox tranzit yüklərimiz keçirdi və İrandan məhsul ixal eləyirdik. Qida məhsulları olsun, sənaye məhsulları tamam ola bilsin atmosfer daşınmaları ilə ərazi kifayət qədər vurulmuş obyektlərin ən yaxın arasındakı məsafəmiz 470 kilometr idi səhv eləmirəmsə ilk sərhədlərimizə qədər və yaxud ondan dərinliyində də olan obyektlər vurulurdu. 800 metr, 700-800 metr. Natanz, Fordo 700 metrdir. Lakin Təbrizdəki nüvə obyektləri təxminən bu 450 kilometr idi. Bu 450 kilometrlik məsafəni yalnız atmosfer daşınmaları ilə, bulud, yağış vasitəsilə, buludlar vasitəsilə üzərimizə gələ bilərdi. Lakin həmin obyektin yanından keçən yük maşını gətir içərisində yüklənmiş qida və yaxud hansısa sənaye müəssisəsi məhsulu çirklənməyə məruz qala bilərdi. Bunlara da nəzarət eləyirdik. Bizim aidiyyəti dövlət qurumları ilə birlikdə nəzarət mexanizmimiz vardı. Xoşbəxtlikdən heç bir çirklənmə baş verməmişdi. Əgər baş verəcəyi halda bu gün həmin bu monitorinq sistemini ona görə qururuq ki, belə bir hallar heç kim sığortalı deyil irəlidəki dövrdə nə baş verəcək. Biz necə desək, xoş günlərdə bu sistemimizi əziyyət çəkib qurmalıyıq ki, belə bir hal olanda hazırlıqlı olaq və vətəndaşımız bu gün Bakıda oturub valideyni Astarada və yaxud Lənkəranda olan vətəndaşımız bu xəbəri eşidəndə elə bir platforma yaratmaq istəyirik ki, İnnovasiya Rəqəmsal İnkişaf Agentliyinin saytına girərək Astarada bu gün radioloji dəyərlər necədir, daxil olub radiasiya dəyərinə normal olub olmamasına baxa biləcək bir platformanı yaratmaq istəyirik. İnşallah ki, yaxın bu uğurla irəlidəki dövrdə vətəndaşlarımızın qarşısında olacaq bu uğurumuzla. Rəqəmsallaşdıracaq qısası bu gördüyümüz işləri. Cəlal müəllim, studiyamıza gəldiyiniz üçün və çox maraqlı söhbətə görə, səsləndirdiyiniz özəl və mühüm məlumatlara görə sizə TV1 kanalının izləyiciləri adına minnətdarlığımı bildirirəm və fəaliyyətinizdə bol-bol uğurlar arzulayıram. Təşəkkür edirəm Mətən xanım, sizi və dinləyicilərinizi minnətdaram bu məsələyə vaxt ayırdığınız üçün və tamaşaçılarımıza söz veririk ki, bu istiqamətdə rahat ola bilərlər. Dövlət qurumları bu istiqamətdə bu məsələlərin keşiyindədir. Bacardığımızları əsirgəmirik, əməyimizi əsirgəmirik.
Təşəkkürlər. Çox sağ olun. Rüya müəllim, siz də zaman ayırıb studiyamıza gəldiyiniz üçün və həm cəmiyyətimiz, həm dövlətimiz üçün çox əhəmiyyətli olan bu məsələlərdə gördüyünüz mühüm işlərdə sizə uğurlar arzulayıram və tamaşaçılarımızın adından sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun xanım. Mən tək deyiləm, bizim kollektivimiz var, bizdə deməli mütəxəssislər var, bu hamısı işləyirlər. Məni seçiblər, mən bura gəlmişəm, amma işçilərimiz çoxdur. İnşallah qoy bizim əhali, bizim vətən sakit yatsın, hər şey normal olacaq. Biz baxırıq, biz radiasiyanı bacardığımız qədər biz kontrolda saxlamışıq. Sağ olsun. Dəyərli izləyicilər, beləliklə bizə ayrılan zamanın sonuna gəldik. Xatırladıram ki, Bakı vaxtının bugünkü qonaqları İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamentinin rəhbəri Cəlal Nağıyev və Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Radiasiya Gigiyenası bölməsinin mütəxəssisi, mühəndis Röya Rəcəbli idi. Biz qonaqlarımızla bu günlərdə ölkəmizdə ilk dəfə Ceyranbatan su anbarında radioloji müayinələrin aparılması ilə bağlı fəaliyyətə həsr olunmuş suallarımıza cavab axtardıq. Hər birinizə sağlam və təhlükəsiz həyat diləyi ilə sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın.